Məsələn, bunlardan biri ən böyüyü Azərbaycan sahibkarının ən yaralı yeri olan işçi asılılığı məsələsidir. Yəni, biz əməkdaşlarımızı işə götürərkən bir çox hallarda, təbii ki, bu bəlkə də bir çox ölkələrdə də belədir, inam etibar əsasında götürürük, amma biznesin bir hissəsindən sonra inam etibardan çox peşəkarlıq, sistem və effektivlik lazım olur. Bəzən də bu etibarlı adamlarda olmaya bilir. Və yaxud da tam tərsi etibarlı adamlarda effektivlik və yaxud da effektiv adamlarda etibarlıq olmaya bilir. İndi belə bir məsələ çıxır. Yaxşı, biz əgər insanlarda yalnız etibar axtarırıqsa və onlar etibarsız çıxma ehtimalı varsa, biz bu risklə barışmalıyıq mı? Bu problemdir. Barışmamalıyıq. Yəni, biz kiminsə əgər inancına, vicdanına, dostluğuna qalmışıqsa biznesimizdə, əmin ola bilərsiniz ki, bəlkə də saatlı bir bombanın üzərində əyləşmiş kimi bir vəziyyət. Hər an görürük, ailə məişət münasibətlərində qardaş-qardaş arasındakı xəyanət, valideyn övladını atır, övlad valideynini atır. Belə bir cəmiyyətin tüğyan elədiyi bir dövrdə bir əməkdaşa necə ömürlük bel bağlamaq olar? Bu bir sadəlövhlükdür və böyük bir riskdir.